Salam, çox hörmətli dəyərli VIP 10 Maçlara izləyicilərimiz. Bugün sizlərə Maçlara qəsəbəsində 108 nömrə məktəbin yaxınlığında, əsas yoldan 100 metr məsafədə, yola yaxın, kəndin mərkəzinə yaxın, ümumi 3 sot yarımın içində belə bir 4 otaqlı istanış edirəm. Evimiz, deməli, gördüyünüz kimi heç bir hasara, sağdan və soldan birləşməyib, hər şey çox genişdir. Evdə hal-hazırda yaşayış yoxdur və evin bəzi təmir işləri qalıb. İndi inşallah gecə evin içərisini göstərim sizə. Gördüyünüz kimi sağdan soldan belə bir boşluq var. Darvazası mövcuddur burada gördüyünüz kimi. Keçək evin içərisinə. Əziz izləyicilərimiz, gördüyünüz kimi hal-hazırda keçid deməli evin otaqlarına. Bura belə bir böyük, həm hol kimi, həm də mətbəx kimi nəzərdə tutulub. Gördüyünüz kimi evin təmir işləri qalıb. Bu vəziyyətdə satılır. Cüt daşlandı. Hündürlüyü normaldır, yəni çox qəşəng hündürlüyü var evin. Köhnə tikili evlərdəndir. Evdə yaşayış yoxdur. Bura belə bir yataq otağı kimi. Burada digər belə yataq otağıdır. Gördüyümüz kimi. Keçirik qonaq otağına. Qaz, su, ışıq hamısı yaxınlığındadır. Bura isə belə bir gördüyünüz kimi çox geniş bir qonaq otağıdır. Bu vəziyyətdə gördüyünüz satılır bu ev. Qiyməti gəldikdə isə gördüyünüz bu evin qiyməti 53.000 manat deyilir. 53.000 deyilir. Sənəd isə icranın sərəncamıdır. Köhnə rişen deyirlər. O sənədəndir. Əlaqə nömrələrimiz deməli aşağıda qeyd olunub. Səhifəmizdə mövcuddur. Bu və digərlərlə tanış olmaq istərsəniz kanalımıza baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.